sadə cümlə qurur, mürəkkəb cümlə qurur, nöqtəni harda qoyur? Qeyri-müəyyən. Bunun əksini deyir. Yəni Friedrich Perls deyir ki, Gestalt psixologiyanın banisidir. Deyir psixoloq, yəni o qədər özü tənbəl olmalıdır seansda ki, o düşünməməlidir pasiyentin yerinə. Yəni amma yox, biz düşünmək, pasiyentin yerinə düşünmək yox. Yox, surətdə, ondan surətdə düşünmək. Analiz eləməlisən, ümumiyyətlə sonra deyir nə deyir? ki, yəni mən Perls'in fikirlərini səsləndirirəm ki, biz ümumi onu da bir müzakirə eləyək də. Yəni o baxımdan yadıma düşdü. Deyir psixoloq seansda həm savadsız olmalıdır, onun sözləri. Özünü elə göstərməlidir. Həm də tənbəl olmalıdır. Yəni bütün empatiya hissi məsuliyyət olmalı. pasiyentin üzərinə düşməlidir ki, o psixoloqun ağzından istəməsin o sözü. Yox, ağzından özü demədim. çıxartsın, Yox, yəni. biz axı niyə Yaxud da ki, İlham onun xanım elə əvəzinə deyil. Biz düşünməsin. dedik ki, biz ondan surətli düşünməliyik, surətli danışmalıyıq, ondan düşünmək, Amma bu problem ifadə onun etmək ayrı problemidir şeydir. axı. Və onun problemi olduğuna görə də onun dərmanı da onun öz içindədir. Onun sağalma dərmanı onun öz içindədir. Bizim içimizdəki o düşünməmiz, bizim o sürətimiz bizim özümüzü sağaldar. Biz dərmanı gəlin tapmalıyıq. məsələyə bu baxımdan istiqamətdən mən baxaq da, Gestalt terapiyadırsa, Necə? Gestalt terapiyadan danışırıq da. bəli. Gestalt terapiyada insan beynində formalaşan qəliblər var və bu qəliblər arasında əlaqənin pozulmasında bir zəncirin bir halqasının qırılmasından danışırıq da. Bəli, bu istiqamətdə gediriksə, konkret o halqanı birləşdirməkdən gedir, yəni Gestaltın tamamlamasına gediriksə, bəli, orada biz tənbəl olmalıyıq.